Salam dostlar, bugün sizə car parking oynayacağıq. 07 2 təkər ayarını göstərəcəm, tezə ayardır. Birinci garaja gedək. Garaja getdik, spitonları göstərək indi. Baxın, eyni belə olsun. Amortizatorları belə olsun, qəşəng iki təkərə qalxsın deyənəm. Sonra ağırlıq mərkəzi var. Ağırlıq mərkəzdəki belə olsun. Tam bura olsa, yəni həmən kimi qəşəng iki təkər qalxacaq üstə. Motorda 50 minlik motoru vurursunuz üstünə. Burada da ki, bunların hamısını alırsınız. Nə var burada alırsınuz. Sonra indi keçək vites kursuna. Bu sıfırlı ilə qalsın, bu lazımsız ayardır. Sonra təkər qalınlığına girirsiniz. Təkərin qalınlığı. Baxın, eyni belə olsun. Belə olması, yəni iki təkərə bir hamısı çətin qalxacaq 07. Hələ çətin qalxır, çünki çətin qalxsa daha yaxşıdır ki, aşmaq problemi yoxdur. İdeal sürəti gerək belə qəşəng qalxsın istəyirsə, 40-dan o isə sürmüyor. Başlayaq. İlk oyuncudan başlayaq ki, ondan bir hamısı vaxt alacaq da başlamaq üçün. Tezə güncəlləmə gələndən sonra bu ekranı belə sıxıb saxlayırsan, bir sürəyə qədər maşınınız qalxır düşür. Belə maraqlı oyunlar bilirsinizsə, yorumları yazın. Arxa pat verisində Cabirin 04-ünü düzəltmişik. İndi mən bunu belə eləyəcəm. Kameraları dəyişəcəm. Gələcəm o kameraya. İndi gedək. Baxın, 40 qəşəng idealdır. Bunu da qoysunuz. O yaşıldır, yandırsınız. Baxın, aşır görürsünüz. Yəni ki, 30'dur bunun, bəlkə normalı. Ha, 30'dur. Qəşəng qalxır, görürsünüz. O, açdı. Reskidən yerə rol döndərməyim. Göz qəşəngdir, yəni ayarı, pis deyil. Tormuz verək buradan, dönək. O, hara gəlib girdi ya. Şablon kodu da var. 014'ü nədirsə o maşında düzəltdirmişdim. O maşının adı çox yadımdan çıxdı. 30 illik idealı. Görürsünüz, aşmağı yoxdur yəni. Var azdır ancaq. Görürsünüz, baxın, sürütlərin yerdə. Mənim bir də ayarım var idi 07-yə. Onu elədim. Bu güncəlləməyə aid deyirdi, yəni yaxşı oturmadı. Qar yağan güncəlləmə idi də. Allah, hara gəlib girdim. Ayda, niyə aşırı? Hələ çox da aşmadı, ancaq aşmağı vardı biraz. Göz qəşəngdir 07 sizə. Bilirsiniz ki, rəngi qırmızı idi. Ancaq ağ elədim. Görürəm, ağ rəng oturur 07-yə, yəni konkret rəngidir. Bu belə niyə olur? Nəsə, sürətin gerək. Sürəti hələ 30 yaxşıdır. Prosta şey eləmdə, çox gedirəm iki təkərdə deyənə. Ondan olur. Rolu döndərmirəm, düz olur deyənə rol. Gerək qaldıranda reski döndərəsən ki, otursun. Bax, görün, döndərmədim vaxtında deyənə, gördünüz də. Döndərmədim vaxtında deyənə, yalnız şey oldu. Aşır, görürsünüz.
Bana açmaq üçün gerək vaxtında döndürəsiz. Bir dənə 20-də yoxlayım. 20-də də ki, yavaş gedəcəkdə. Heç qalxmır. Çətin qalxar. Yəni buradan oy qəşəng canavar. Perdoku bir amca az olur, ancaq yaxşı yendir. Bu oğlan Pogon prinsavat eləmir. Dalında yazmışam. Brat alma bir dənə iPhone dalında olan alma şəkli. Cabirin 04-də elədir də. Arxa pat verirsin. Nömrəsi 44 BK 007. Qəşəng yığımıdır yəni. Arxa krillası tezə qoyulub. Panel də qabaq krilla o tərəfində. Arxa qapısı da o tərəfdə. Bu qədər. Görüşənə qədər dostlar. Sağ olun, salamat qalın.